Əbəlfəz şəhid olub, ən çətin vaxtıdır İmam Hüseynin. Və bu saatlar, bundan biraz sonra üzü qüruba yaxın. Əbəlfəz şəhid olub, yazırlar və rəcə'əl Hüseyn, ürəyimi yandırır bu sözlər. Və rəcə'əl Hüseyn iləl müxəyyəm. Yazırlar, Hüseyn xeymələrə, çadırlara tərəf gəlir. Əli belində başı aşağı gəlir. Təllin üstündən birinci xanım Zeynəb düşdü aşağı. Eynə əxi Əbəlfəz. Qardaşım Əbəlfəz hanı Hüseyin? Cavab vermədi İmam Hüseyin. Cavab vermədi. Fəətədhu səkinə. Səkinə çıxdı xeymədən. Və səələthu an ammiha. Soruşdu əmisi barədə. Fəqalət eynə əmmiyəl Abbas. Soruşdu ata bəs əmim Əbəlfəz hanı? Ondan getmişdin, niyə tək qayıdırsan? İmam Hüseyin cavab vermədi. Rüqəyyə gələndə elə ki soruşdu ki elə ki dedi ki əmim Abbas hanı? Gör İmam Hüseyin neynədi? Ona da sözlə cavab vermədi, amma ona hərəkəti ilə cavab verdi. Tarix yazır, fəəxbərəha bi qətli. Hüseyin xəbər verdi, Əbəlfəz şəhid olub. Yəni demədi, deməyə cürət eləmədi. Necə xəbər verdi? Gəldi Əbəlfəz ağanın çadırına, sütunun yatırtdı, çadır yatanda hamı başa düşdü ki, Əbəlfəz şəhid olub. Yazırlar və bəkə ilə nisvə, xanımlar ağladı. Yazırlar və bəkəl Hüseyin, Hüseyin də başladı ağlamağa. Deyir Əbəlfəz, xanım Zeynəb deyirdi, qardaşım, Əbəlfəzim eyvay, deyirlər ki, birinci dəfə idi, Hüseyin də səsin qoşurdu Zeynəbin səsinə.